Pulum hara gedir sindromu nədir? Bu gözə görünməz xərclər xəritəsi adlanır həm də. Biz nə edirik? Biz öz büdcəmizi, yəni gəlirimizi əldə edən kimi büdcəmizi bölürük ki, bax filan xərclərimiz olacaq bu ay, filan ödəmələrimiz olacaq və s. və ilaxır və kimisi bunu Excel-də müəyyənləşdirir, kimisi hər hansı bir application-da bunu eləyir, kimisi notepad-da yazır və s. və ilaxır. Bu xərcləri əgər siz yazdığınız təqdirdə öz bütün xərclərinizi ayın sonunda xərcləmələrinizə baxanda orada görə bilirsiniz ki, hansı lazımsız və lüzumsuz xərclər eləmisiniz. Bu xərcləri siz biləndən sonra növbəti ay üçün artıq büdcənizi daha yaxşı planlaşdıra bilərsiniz. Bunda ən mühüm cəhət ondan ibarətdir ki, siz artıq lazımsız xərclərinizi növbəti ay siləcəksiniz, ən vacib olan xərclərinizi eləyəcəksiniz. Belə olduğu təqdirdə artıq büdcənizi daha rahat formada idarə etmək mümkündür. Əks halda sizin maaşınızın artımı sizin xərclərinizi daha doğru formada idarə etməyinizə heç bir əhəmiyyəti olmayacaq. Buna görə də gözə görünməz xərclərinizi mütləq bir yerdə yazıb müəyyənləşdirmək vacibdir. Əgər bu Excel-in bir formatını istəyirsinizsə, mənə məlumat deyə yazın. Mən sizə bütün bu Excel-i və ətraflı məlumatı sizinlə paylaşım. Video faydalı olsa dostlarınıza göndərin ki, onlar da faydalansınlar.